Bayaq elədiyimiz konfigurasiyaları təzədən eləyək. Burada təbii ki, bunu seçirsiniz, düşürsünüz. Enable configuration. Configuration yox, configurate. Configure. Terminal. Özümdə yadımdan çıxmışdı az qala. O qədər conf-t yazıram ki, ona görə configure terminal. Burada bayaq dedik ki, elə eləyək ki, biz enable yazıb privilege exec moda daxil olanda bizdən password istəsin. Amma biz o passwordu bayaqları Visioner şifri ilə, yəni Visioner algoritmi ilə şifr elədik. O da necə yazdıq ki, service password encryption. Bu komanda ilə şifr elədik. Amma bu dəfə istəyirəm ki, Visioner ilə yox, MD5 ilə şifr eləyim. MD5. MD5 ilə şifr eləmək üçün nə edirəm? Yazıram ki, enable, görürsünüz, yazırdıq ki, password ləman 1-2-3 düzdür. Bu dəfə enable passport yazmayacaq. Bu dəfə yazacaq enable secret ləman 1-2-3. Elə bir ki, passwordun yerinə secret yazırıq. Düşürük aşağı, yazdıq, exit enable. Görürsünüz, password ləman 1-2-3 daxil oldu. İndi bir dənə show run eləyirik. Mən elədiyimiz bütün konfigurasiyalara baxmaq üçün düşürük aşağı. Görürük ki, burada qalxıram yuxarı. Görürsən, yazıb enable secret. Görürsünüz necə şifrəliyib. Yəni enable secret, enable-a qoyduğumuz password görünmür. Çünki biz onu secret yazmışıq. Enable password yazmamışıq. Enable secret yazmışıq. Bu da MD5 ilə onu şifrəliyib. Və düşürük aşağı. Line console hələ heç nə verməmişik. Düşürük, yazırıq ki, line console 0. Estağfurullah, configure terminala girməmişik. Configure terminal. Yazırıq line console 0. Burada veririk. Baxın, deyəcəksiniz ki, line console 0-da da MD5 ilə şifrələyək də. Hə, yazıram. Burada da yazırdıq, yadımıza gəlir, password ləman 1-2-3 yazırdıq. Yaxşı, indi passwordun əvəzinə dedik ki, əgər MD5 ilə şifrələmək istəyiriksə, passwordun əvəzinə secret yazırıq da. İndi yazırıq. Secret ləman 1-2-3. Görürsünüz, götürmür. Bu secret komandası ancaq enable-dan privilege-ə, yəni enable-ı yazıb user exec moddan privilege exec moda keçmək üçün, yəni bu moda keçəndə bizdən tələb olunan password MD5 ilə şifrələnsin deyə onda secret istifadə olunur. Bir də username və password olanda istifadə olunur. Line console 0 altında secretdən istifadə olunmur. Yəni secret istifadə edilə bilmir. Sonra exit veririk. Exit təzədən enable. Görürsünüz, password tələb olundu. Budur. Ləman 1-2-3. Təzədən daxil oluruq privileged exec moda.